Video qeydimizdə başladıq buradan. Deyək ki, xüsusi diaqramlara baxacağıq. Dairəvi diaqramlar, sütunlu diaqramlar və pizza şəkilli diaqramlar və fərqli tip formatlar, histoqramlar və s. Onları da Matplotlib ilə necə qura bilərik? Hamısına bir baxaq. İlk olaraq başlayaq bir dənə belə bir diaqram quraq. Məsələn, necə bir diaqram qurmaq olar? Bar çart quraq bir dənə. Yəni, sütunlu diaqram. Birinci, başlamışdan qabaq biz kitabxanamızı çağırmalıyıq bura. Matplotlib pyplot as plt əlavə elədik kitabxanamızı. Növbəti edəcəyimiz əməliyyat, məsələn, bu diaqramda nələr qurmaq istəyirəm. Nümunə olaraq belə yazaq. Bir dənə adlar olaraq siyahı qururam. Siyahıda olsun A, B, C. Məsəl üçün, burada tələbələr də ola bilər. Hətta gəlin tələbə olaraq deyim. Arif deyim, Babək deyək. Babək. Cəmil deyək buna. Birini deyək. Məsələn, birini deyək. Samir deyək və s. 4 dənə tələbə olsun. Bu tələbənin balları olsun. Ballar bərabərdir. Birincisi 80 bal yapır. Digər 90 bal. 95 bal. Bu isə 100 bal olsun məsələn. Bu formada balları qurduq. İndi bunu bar chart formasına gətirmək üçün bizə nə lazımdır? PLT, yenə PLT-ni buraya yazmalıyıq. PLT bizdə qurulma əməliyyatı üçün istifadə edirik. Yəni bar mötərizə. Əgər adi plot qoysaydıq, bu belə xətti olar. Yəni X, Y oxu üzərində qurulan bir diaqram olardı. Amma bar yazdığımız halda isə artıq diaqramın növü dəyişdi. İndi burada nələr olacaq? Bir adlar siyahısından istifadə edəcəm, bir də ballar siyahısından istifadə edəcəm. Bu elementlərini çağırırıq bura. Və ekranda nümayiş etdirmək üçün PLT point show bizə kifayət edir. Hazırdır. Proqramı run edək, nəticəni gözləyək. İşləsin. Və bu şəkildə ekranda gördüyünüz kimi bizim sütunlu diaqramımız hazırdır. Arif, Babək, Cəmil və Samir sütunlarından, sətirlərindən istifadə elədik. Hətta sütunları deyə bilərəm də, sütunları çünki yuxarıdan gedir. Yuxarıdan aşağı istiqamətlər bunlardır. Digərləri isə sətirlər olaraq da qiymətlərdən istifadə elədim. Əlavə elədik bura. Və gördüyümüz kimi nə baş verdi? Arifin 80 balı, Babəkin 90 balı. Görürsünüz 90'ı yazmadı. Bəzən ola bilir yazmır. Onu indi izah edəcəm niyə yazmır. Cəmil oldu. Cəmilə nə qədər yazmışdı? Cəmilə. 95 yazmışlar deyəsən. Hə. Yazışı var. 95 bal. Birləşdirəndə belə gəlir buralara çıxırdı. 95 bal. Samir də 100 bal. Niyə burada məsələn 95-90 bal yazmalı? Çünki bacardığı qədər qarşılığın qarşısını alır bizim sətirlərimiz. Çox xırda detallara baxmaq istəmir. Məsəl üçün burada 1000-dən qiymət desəydim 800 falan olsaydı yenə o hissələri, kiçik hissələri götürməzdi. Bacardığı qədər minimallaşdırır ki 5-6 dənə hissə yazsın. Çox hissə yazmasın. Yəni verilən hissədə nə qədər xırdaçılıq olsa belə bunu 1, 2, 3, 4 və 5 parçaya ayırdı. 5 parçaya ayrıldı. 0-20 aralığı, 20-40 aralığı, 40-60 aralığı, 60-80 aralığı və 80-100 aralığı. Bu formada bizim məlumatları baxanda, məlumatlar üzərində analiz aparanda yaxşıca əldə etməyimizə imkan verir. Yoxsa burada elə yazılsa 0, 1, 2, 3, onsuz da bura
sıxışmazdı. İndi sıxışmasa belə bu biraz da böyük miqyasda götürüb yazsaydı yenə də absurd olardı. Təbii ki, görüntü kirləşərdi və beləliklə də biz istədiyimiz formanı görə bilməzdik, belə deyək. Çünki niyə? Nə qədər burada görüntü çox olsa, o qədər çirkli bir görüntü yaranır və hər hansısa bir hissəni ayırmağımız çətin olur. Ona görə matplotllar bu kimi diaqramlarda, histogramlar olsun, fərqi yoxdur. Ümumi diaqramlar deyirəm hamısına, ümumi nəzərdə tuturam. Hər birində qiymətlərin bölgüsünü bu nisbətlə aparır ki, istifadəçiyə rahat olsun. Bu bar chartın qurulmasıdır. Yəni sütunlu diaqramın qurulmasıdır. Təbii ki, biz istədiyimiz formada əlavələr də aparmaq olar bura. Bir də bunun belə bir format da var. Bar hash əlavə edilir. Bəs hash olanda bizə nə verəcək? Elə heç nə demirəm, birbaşa run edirəm, nəticəni görün ekranda. Hash yazanda nə verir? Proqram işləyir hazırda. Bu dəfə isə orta məktəb kitablarında və yaxud müəyyən hissələrdə belə diaqramlarla vizuallaşdırma məsələlərini işləyir. Görmüsünüz bu tip diaqramlardır ki, elə bil ki, sütunlu diaqramın tərsinə güzgü effekti olunmuş variantıdır. Həm tərsinə çevirib, həm də onun güzgü effekti qoyulan bir variantıdır ki, bu şəkildə elementlər düzülmüş oldu. Belə geniş miqyasda da baxsaq, sütundan elə bir sətirlər yerini dəyişir. Belə demək olar. Sütundan olan sətirlər yerini dəyişir. Diaqram olaraq da həm tərsinə çevirir, həm də ona elə bir ki, güzgü effekti tutulub ki, normalda Arifin solunda qalmalı deyirəm, amma Arifin belə baxanda sağ tərəfində qalır, sağ istiqamətində qalır. Bu formatları da gətirmək olar diaqramımızı. Başqa bar adı altında nə isə varmı burada? Gəlin yoxlayaq. Bar label başqa bir məsələdir. Barbs var. Belə barbs yazıb run eləsək bizə nə verər? Barbs işlətməmişəm. Görək bir dənə. Burada xəta verdi. Çünki əlavələr istəyir bizdə. Birbaşa bunu belə istifadə edə bilmərik. Əlavələr lazımdır. Başqa bir dənə də belə baxaq. Məsəl üçün bu AR bar başqası yoxdur. Broken bar var. Ayrı bir məsələdir. Belə buranı eləsək bizə nə verər? Xətam olacaq. Xəta olanda yəni artırmalar lazımdır. Benim üçün belə saxlamağın mənası olmur deməkdir. Onu deyir. Burada yenə bizdən müəyyən bir range aralığını istəyir ki, onun üzərində əməliyyat aparılıb sonra yazılacaq. İndi fərqli bir diaqram quraq. Olsun bu dəfə horizontal bar quraq. Horizontal bar necə qurulacaq? Ümumiyyətlə horizontal bar deyəndə daha doğrusu elə bu horizontal bardır, hə. Barın bu hash elə horizontalı bildirir. Bar horizontal mənasına gəlir və horizontal bar elə bayaq qurduğumuz tipdə idi. Güzgü effektinin tərsinə çevrilmiş formasıdır. Sütunlu diaqramı. İndi gələk pie chartı quraq. Yəni bir növ tərcüməyə çevirəndə pizza şəkilli diaqram mənasına gəlir. Bunu yazanda isə bura bir dənə pie əlavə eləmək kifayət eləyir. Elə qiymət belə saxlanılmasın. Bizə digərləri lazımdır. Bu adlar olan hissəni silirəm. Hazırda bunu bir dənə silim. Burada bir dənə balları saxlayıb. Hələk. Belə bir formada saxlayıram. Ballar bir də plt.py qiymətli ballar və plt show. İndi bu formada biz run eləsək proqramımızı bizə hansı nəticəni verər? Baxaq. Gördüyünüz kimi riyaziyyat kitablarında olan o pizza şəkilli diaqramı verdi. Müəyyən bir dilimlərə ayırdı. İndi burada 4 dənə dilim var. Hər birini 25% olaraq yer ayırdı və bu formata salmış olacaq. Bunu bəs bu şəkildə geçsək nə olur? Birbaşa belə yazmaq effektiv olar, yoxsa yox? Onu bir dənə göstərim sizə. Birbaşa belə yazsaq ki, digər elementlər qalsın, işləsin. Nə verər? Təbii ki, o belə yazdığımız halda bizdə o qədər də effektiv olmayacaq.
Effektiv olmayacaq. Bunun yazılış qaydası fərqlidir. Bunu layihələr üzərində göstərəcəm. Layihələr üstünü göstərərəm. Ya da istəyirsə elə indi göstərim. Bir dəqiqə. İndi göstərim. İndi run elədi, işləmədi. İşləmədi. Çünki biz birbaşa bu formatda yaza bilmərik. O sütunlu diaqram kimi və ya xəttli diaqram kimi bunu birbaşa belə yazmağımız mənasız alınır. Bu formaya salmaq olmaz. Biz burada belə bir forma yazmalıyıq. Yazmalıyıq plt.py. Məsəl üçün biz nəyin üstündən qururuq? Elə adların üstündən qururuq. Məsələn, adlar vergül. İndi balları buna ötürəcəm. Label'a ötürəcəm. Labels daha doğrusu. Labels bərabərdir ballar. Bu formata ötürsək artıq işləyəcək proqram. Bizə burada bölgülərə ayrıq işləməlidir. Sadəcə olaraq bir dəqiqə tapaq bir dənə xətanı. Xətanı məntiqi moda düşək. X isə 0-dan. Hə, bunların qiymət yerlərini dəyişməliyəm mən. Deməli, integer tiplərdirsə, integer tiplər əvvələ gəlməlidir. Yazılmalıdır ballar, vergül. Labels isə ötürülməlidir. Adlar, yəni sətir tipli olan siyahı. Sətir string elementləri ödəyən siyahı bura gələcək. Run elədik, hər bir hissənin bizə qiymətini ötürmüş oldu. Bu formatda olacaq bizim proqramımız, gördüyünüz kimi. Belə bir formada pizza şəkilli diaqramı qura bilərik. Sonra biz keçək bu pizza şəkilli diaqrama aid suallara. Görək necə suallar işləyə bilərik burada. Bir dənə PDF-dən baxım mən. Maraqlı suallarımız var burada. Hə, belə bir sualımız var. Pay chartla işləyəcək bunu. Bizə deyir ki, bir tələbə gün ərzində vaxtını dərs, yuxu, telefon, idman və oyun arasında bölür. Deməli, tələbənin 5 dənə aktivitəsi var. Dərs, yuxu, telefon, idman, oyun. Və müxtəlif saatlara bölüb bunu. İndi biz bunu faiz nisbəti ilə hesablayacağıq. Yəni, gün sutkanın neçə faizi telefona, neçə faizi yuxuya, neçə faiz idmana, oyuna və dərsə ayırır. Belə tip maraqlı bir sualımız var. Elə başdan yazım. Burada belə yaza bilərəm elə. Aktivitələrin qısaltması olaraq act yazdım bura. Bərabərdir. Bura yazaq indi. Birinci olsun dərs. Dərs. İkinci olsun yuxu. Üçüncü deyək telefon. Dördüncü olacaq idman. Beşinci də əlavə elə şərtə uyğun ardıcıllıqla qoydum. Oyun. Bizim 5 dənə məşğuliyyətimiz var. Əlavə elədik siyahı içərisində act dəyişəni. Bir də bizim saatlarımız olacaq. Xələ time olaraq da yazmamızda, yəni vaxtlarımız. Nə qədər vaxt xərcləmişik. Məsəl üçün, dərsə 6 saat gündə vaxt xərcləyir. Yəni bir sutkada. 8 saat yuxuya xərcləyir. Oldu 12 saat. Yerdə qaldı 12 saat. 12 saatın biraz reallıqla danışaq. 4 saatın telefona istifadə elədi. 2 saat idmana, 4 saat da oyuna. Bu qədər vaxtdan istifadə elədi. Verilən məsələmizin şərtinə uyğun olaraq random olaraq atdım bu time'ları. Belə olsun. İndi burada bu tələbənin biz faizini hesablayırıq. Bayaq gördünüz ki, biz run eləyəndə proqramı qiymətlər ötürmüşdüm PyChartda. Yazdı yazma ilə. Tələbələrin adlarını yazdı, amma qiymətləri yazdı, amma faiz hesablamadı. Hamısını elə bir ki, 4/1 hissə ilə yazdı. 25%, 25%, 25-25. Belə yazdı. İndi faizlə hesablayanda bəs biz bunu necə faizə döndərə bilərik? Bunun üçün yenə plt.py yazırıq bura. Mötərizə qoyuruq. Birinci söhbət nədən gedəcək? Zamandan, time. Çünki
nəyi əgər o pizzanın içərisinə əlavə eləyəcəmsə, yəni o bölgü var da, diaqramın içərisinə əlavə eləyəcəmsə, onu mötərizəyə yazıram. Yazdım bu formada mötərizədə. Gördüyünüz kimi. Sonra indi əsas məsələ. Bundan sonra bəs necə yaza bilərik? Tək belədirmi? Xeyr. Bayaq kimi indi hər bir bölgünün başlığını yazmaq lazımdır. Dərs, yuxu, telefon, idman, oyun şəklində. Başlığı yazanda standart qayda labellara ayırırıq. Və nə demişdik? Activity. Act əlavə edirik. İndi burada bəs faizi hesablayanda necə yazacaq? Baxın, faizi hesablayanda yadınızda saxlayın. Sadə bir dənə komandamız var. Biz buraya əlavə edərik, kifayət edər bizə. Deyəcək ki, auto PST bərabərdir. İndi faiz nisbəti nə qədər olsun? Yazıram. Faiz 1.1 F faiz. Bu formada əlavə elədim. İndi izah edəcəm. Bunların ayarlarını dəyişmək sizə necə bir faizləri verəcək. Və bir dənə də adlandırma deyək. PLT point title adlandıraq bunu. Adına qoyaq məsəl üçün günlük vaxt bölgüsü. Bu da bizim diaqramımızın adıdır. Ən sonunda PLT nöqtə show edirik. Boş mötərizə. Hazırdır. Run edək proqramımızı. Gözləyirik. Baxın, bu şəkildə bir diaqram veririk. Yuxu 33.3% tutqanı istifadə edir. Dərs 25%, oyun 16.7%, idman 8.3%, telefon 16.7%. Hamısını hesablasaq bizə 100% verəcək. Elə buradan hesablaya bilərik. 3.7 elədik haradasa tam bal, 7, 3 bu da tam bal. 25, 16, 16, 32, 8, 40, 33, 25 hesabına digər 2 də oradan gəlmiş. Üzərinə əlavə elədik 100 bal olur. 100% olur. Yəni. Tam 100%-lik hissəmizi tapmış oluruq. Yəni hər hansısa bir faiz göstəricisi də kənarda qalmır. Real və dəqiq hesablayır. Ola bilsin burada bəzən 1% söhbəti ola bilər. Görə bilərsiniz ki, hesablayırsınız 99% alındı. O niyə alına bilər? Ona görə ki, bəlkə bu 33,37-dir, amma sən demirsən ki, nöqtədən sonra bir dənə rəqəm göstər. Başqa birində də fərqli bir qiymətdir. Məsəl üçün 16.7 deyil, 16.74 imiş. O .4-lər, .5-lər hər tərəfdən hesablanır. Elə hardasa 0,1-i əmələ gətirirsə, elə vaxtlarda görürsünüz ki, belə adi gözlə hesablayın 99.9% verir. Belə bir forma alınır. Ona görə alınır ki, o kənarda qalan hissələrdir. Yaxud sən yenə tam bal götürürsən. Məsəl üçün 33% götürürsən, 25%, 16%. O kəsr ədədləri götürmürsən. Elə vaxtlarda görə bilərsiniz ki, 1% söhbət də ola bilər hətta. Hesablayırsınız, bu dəfə 99% olur. Yenə eyni qayda, birində .3, birində .5, .6 və yaxud hesablayırsınız 97% olur, 96% olur, 98% olur. İndi buradakı bölgülərin sayından asılıdır, qrupların sayından asılıdır. Ona uyğun belə hallar baş verə bilir. Ondan da başa düşə bilirik ki, kəsr hissə deməli kiçik qiymətlər qalıb, onları toplayanda elə 2-3% öz növbəsində əmələ gətirir. Bəs bunun nöqtədən sonra olan qiymətlərini necə dəyişə bilərik? Məsələn, .3 yazılıb, .5 yazılıb. Bunu daha böyük necə eləyə bilərik? 1.1-in yerinə 1.2 yazsam bizə nə verəcək? Baxın, run edirəm proqramı. Gözləyirəm. Aha. 1.2 eləyəndə artıq bizdə nöqtədən sonra 2 dənə xüsusi kəsr qiymət qoyur. Məsələn, 33 tam %33, 16 tam %67, 8 tam %33, yenə 16 tam %67 və 25.00 kəsirdən sonra bu tam qiymət alınır deyə burada heç bir məsuliyyət verməyəcək. Bu formatlarda arxa planda gizlənən rəqəmləri də biz görə bilərik.
daha detallı bir statistika istəsək, məsələn 5 xanalı, 6 xanalı, 10 xanalı kəsr qiymətlər kimi, onlar da buradakı .2f, .3f formatları dəyişə bilərik. Neçə qoysaq, nöqtədən sonra o qədər kəsr qiymət yazılmalıdır. Yəni ədəd nöqtədən sonra olan ədəd o qədər rəqəmli olmalıdır. 2 dəsən 2 rəqəmli, 3 dəsən 3 rəqəmli və sair formatlarda olacaq. Bu formatda bizim proqramımız alınır. Sonra, burada təbii ki, fərqli proqram nümunələri demək olar. Elə bir dənəsini izah elədim, məncə kifayətdir. Burada fərqli suallar var. Məsəl üçün, ailənin aylıq xərclərini kateqoriya üzrə analiz edib tapan proqram. Yenə eyni qaydada ailənin müəyyən xərclərini yaza bilərik. Qidadır, nə bilim, kommunaldır, nəqliyyatdır, təhsildir, əyləncədir, yəni istirahət olsun. Sonra planlamadır və s. Onlarca xərclər yaza bilərsiniz və hər birinə nə qədər maliyyə ayırırsınız ay ərzində. Adi özünüzdən də misal göstərə bilərsiniz. Yəni normal bir formatda nə qədər hər birinə ortalama nə qədər xərc gedir, onları da yazıb belə bir statistik cədvəl qoymaq, qarşıya qoymaq olar. O formatda. Başqa proqramlaşdırma dillərinə aid suallar var. Yəni hamısında faizli suallardır. Eyni məntiq olacaq. Ona görə bunları ev tapşırığı olaraq göndərəcəm. Bu qədəri kifayətdir məncə. Keçək başqa hissəyə. Bu bizim oldu pizza şəkilli diaqramımız. Yəni bir növ dairəvi diaqram da deyilir eyni qaydada adına. Növbəti sualımız olacaq indi scatter plot quraq. Scatter plot nə olacaq? X bərabərdir. Elə birbaşa qururam, oradan istəyəm vizual format göstərəm. Dərs onsuz vizual məqsədlidir. 1, 2, 3, 4, 5 qiymətləri deyim. Bir dənə X siyahısına qiymətlər əlavə elədim. Bir dənə də Y siyahısı qururam və bura əlavə edirəm. 10, 15 məsələn. Biraz kaotik qiymətlər verim. 12, 25, 20, yəni artan sıra, azalan sıra nə vermədim. Artma, azalma belə tendensiyalı oldu. Və deyirəm PLT point scatter mötərizə X vergül Y şəklində yazıram. X vergül Y. Və bura hazırdır. PLT.show mötərizə. Digər hissəni bağlayaq. Bu digər hissəni yenə açıq qoyuram. Bura nə deyirəm? Biraz sözünüz də ki, burada o qədər də effektiv işləmir. Gördünüz, işləmədi. İşləmədi. Əslində tapıb ha. Sadəcə gözləyir ki, mən bunu bağlayayım. İndi bunu bağladım. İşləməlidir. Hazır. Baxın, bu scatter dediyimiz diaqramlar belədir. Müxtəlif rütubətdir, istilikdir. Yəni müəyyən növ qazların ölçülməsi məqsədi ilə deyək ki, bir vəziyyət fikirləşək. Hər hansısa bir sınaq yeri fikirləşək. Orada müxtəlif qazların dərəcəsini yoxlayırlar. Karbon qazı, hidrogen qazı, oksigen qazı, fərqli qazların. Belə diaqramları orada mən əsasən görmüşəm. Elə formatlarda diaqramlardır. Belə nöqtələrlə işarələyirlər. Hətta bura bəzən animasiyalar da əlavə edirlər, müəyyən rəngləmələr verirlər. Məsələn, hidrogenin rəngi formatda mavi ilə təsəvvür edirlər, açıq mavi şəkildə və s. Bu şəkildə diaqramları qurmaq da scatterla olur. Artıq burada hər hansısa bir ox olmayacaq. Eyni xəttli diaqramın bir növ fərqli bir formatıdır, ona bənzərdir. Amma artıq xəttlə yoxdur da. Burada hər hansısa bir line'ımız yoxdur. Müəyyən xəttimiz olmayacaq. Bizdə hamısı nöqtələrlə işarə olundu bu formatda diaqramların qurulması üçündür. Sonra histoqram bəs necə qurulur? Bir dənə histoqram quraq biz. Bir dənə histoqram quraq. Necə qura bilərik histoqramı? Necə qura bilərik? Gəlin belə bir formatda quraq. Elə X dəyişəni olsun, X dəyişəni olsun. Bura qiymətlər əlavə edirəm. Məsələn, olsun 18, 20, yaxud artan sıra olsun. 19, 20, 21, 22, 23, 24, 25. Yəqin ki, histoqram elə bilirsiniz, yadınıza gəlir orta məktəblərdən, məktəb və
gəlir. Necə formatlardadır. Histogramın yazılışı da sadədir. Elə hist yazsaz bura histogramın qısaltması olaraq götürülür. Hətta histogramın 2D variantı da var. Belə də var. Elə ikisini yoxlayarıq. Yazıram bura bir dənə x. Çünki bizdə bir dənə x siyahısı var. X siyahısı var. Əslində Matplotlib ilə işləmək rahatdır, sadədir. İstənilən məlumat parametr ötürüləndə o parametrli Pythonda inputunu siyahıya yığsa, sonra onu bağlaya bilərsiniz rahatlıqla Matplotlib-a. Çünki bütün qiymətlər onsuz siyahıdan götürür də. Siyahıya yığıb əlavə eləmək olar. Hətta tapılı da oraya inteqrasiya eləmək olar. Müəyyən dəyişməz elementlərdir. Məsəl üçün, sonradan ötürülən məlumatlar istəyirsinizsə dəyişməsin. Deyək ki, siz evinizdə o keçən dərs demişdim, yenə qayıdıram o məsələyə. Evinizdə müəyyən cihazlarınız var. 200 dənə cihaz var. Məsələn, biri müəyyən təzyiqlərin ölçülməsi üçün. Məsələn, temperaturu da ölçür, rütubəti ölçür, evin hidroskopik təzyiqini ölçür və s. da müxtəlif parametrləri, bu formatda parametrləri ölçür. Başqa bir cihaz, deyək ki, başqa bir cihaz gün ərzində son 20 dənə evə olan girişlərin saatlarını qeyd edir. Yəni, hansı saat evə nə vaxt giriş olub. Deyək ki, sizə bu parametr lazımdır. Hər hansısa bir nəticə üçün. Təbii ki, ola bilər. Belə hallar da ola bilər. Əsasən, mən belə fikirləşirəm, belə məsələlər xüsusi qurumlarda istifadə olunur. Məsələn, polis olsun, müəyyən təhlükəsizlik qurumları olsun ki, orada bir ev olsun, deyək ki, bir qorunma altında ev var. Müşahidə kamerasına hər dəfə bunu təbii ki, proqramlaşdırma məqsədi ilə də qursaq. İndi ola bilər o situasiyadan asılıdır, o vəziyyətdən asılıdır. O evə nə vaxt hansı saatlar girişlər olur, gizli girişlər olur. Məsələn, şübhə çəkilən bir məqam var, o evlə bağlı nə isə bir hadisə var. Onun ölçülməsi məqsədinə belə bir dənə proqram da qurula bilər. Belə bir sadə proqrama da bağlamaq olar ki, kamerada görünüb və yaxud müəyyən bir cihazımız, müəyyən bir sensorumuz olsun ki, o hər dəfə məlumatları bizə avtomatik ötürsün. Sonra biz onu diaqram formatında təsvir edək, sübut olaraq götürək. Yəni, belə hallarda ola bilər. Çünki proqramlaşdırma çox situasiyaya dayalıdır. Normal həyatda olan məsələ kimidir. İstənilən bir situasiya yarana bilər ki, proqramlaşdırmanı ağıllı formada, o formatlarda qurmaq olar. Yəni, bunun standart bir qaydası yox ki, sən həmişə burada duracaqsan. Yox. Burada milyonlarca, milyardlarca, hətta insanın beyni çatmayacaq səviyyədə ehtimallar var ki, istənilən bir proqramı ağıllıca istifadə edib müəyyən bir işdə, situasiyada istifadə eləmək mümkündür. İndi burada adi bir histoqram qururuq. PLT histoqram X və dediyim kimi oradan siyahı dediyim ki, müəyyən elementləri temperatur olsun, giriş-çıxış cəhdləri olsun və s. müəyyən elementlər ola bilər. Siyahıya yığıb yenə istənilən diaqram formasını gətirmək olar Matplotlibin köməyi ilə. Hətta bunu avtonom rejimə qoya bilərik. Hər dəfə öz-özünü yeniləsin. Biz nə vaxt diaqram lazım olanda bir dənə run eləyəcək proqramı, o bizə lazımi məlumatları ötürəcək. Salam. Lazımi məlumatları ötürəcək. İndi run eləyək, baxaq nəticəmizə. Gözləyək başlasın və bu formada histogramımız olacaq. Bir növ xətti qrafika oxşayır, amma daha sütunlu qrafika oxşayır. Amma histogramların əsas məqsədi bir qədər başqa formatlarda olur. Ola bilsin histogram biraz qaranlıq gələ bilər. İndi histograma aid bəzi suallarımız var, onları göstərim. Sonra biz ev tapşırıqlarında göndərəcəm sizə buna uyğun. Belə bir histogramımız var. Bizə deyir ki, bir məktəbdə 100 dənə tələbənin imtahan nəticələri verilib. Bir məktəbdə 100 dənə tələbənin imtahan nəticələri verilib. Proqram balların hansı intervalda daha çox toplandığını histogram vasitəsilə göstərməlidir. Balların hansı intervalda, çünki histogram fikir verin bizdə intervalı göstərir. Görürsünüz 18-20 intervalı, 21-22 intervalı, 23-25 intervalı. Hansı intervalı daha çox toplandığını göstərməlidir. Proqramın məqsədi budur. Belə tip proqramı biz histogramla yaza bilərik. Necə yazarıq? İndi burada 100 dənə deyir də, 100 dənə
tələbənin nəticəsi deyir. Mən 100 dənə tələbənin yazmayacağam, 20 dənə tələbənin nəticəsini yazacağam. Və bunu xaotik yazacağam, qarışıq yazacağam. Məsəl üçün 1-i 83 toplayıb. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, sonra 11, 12, 13, olsun 13, 13, 13. Elə 15 dənə yazaq. 13, 14, bir də olsun 65 var. 15. Ya biraz çox getdi, ya biraz az getdi. Eyb yox. İndi burada yazırıq plt nöqtə histogram üçün. Yəni histogram buradan olsun x siyahısı. Həmin o tələbələrin müəyyən ballarını biz qəbul eləmişik. Ballarını qəbul eləmişik və ötürmüşəm x dəyişəninə. X dəyişənini indi histogram variantına salacağım deyirəm. Və sonra buna bir ad verək. Yazaq ki, plt.title imtahan nəticələrinin məsələn paylanması. Nəticələrinin paylanılması. Yaxud paylanması. İndi növbəti əməliyyat. Burada bizə nə lazımdır? Ballar lazımdır, bir də tələbə sayı lazımdır. Ballar və tələbə sayı. Hətta gəlin bir dənə belə bir forma eləyim mən. Bəzi balları təkrarlayayım da. Burada 78 yerine 76 yazın. 76 yazın. Burada 50 yerine bir dənə də 100 yazın. 100 yazın. 89 yerine də 100 yazın. Belə qalsın. İmtahan nəticələrinin paylanması. İndi plt.xlabel burada olacaq ballar. plt.ylabel bu da olacaq tələbə sayı. Və biz bunu ekranda nümayiş etdirək. Show boş mötədir. Hazırdır. İndi diqqətlə baxaq. Buranı bağlayalım. Buna ehtiyac yoxdur. Run eləyirik. Proqramımızı gözləyirik. Hazırdır. Bu formada. Yəni bizdə hansı tələbələrin imtahana uyğun bal paylaşımlarını interval olaraq göstərdi. Məsəl üçün, ballar 20 bala qədər, filan baldan 20 bala qədər, neçə nəfərdir? 20 bala qədər neçə nəfərdir? 20 bala qədər bir dənə 12 bal var da, başqa 20-yə qədər qiymət var, burada yoxdur. Yəni 1 nəfərdir. Bu intervalı 1 nəfər ödəyir. İndi burada təxmini 20 bal, 30 bal və yaxud 35 bal götürülür. Böyük ehtimal 30 baldır, çünki mərkəzdir bura. 30 balla 40, bu da 45 bala qədər olar böyük ehtimal ki. 50 buradan olar, belə düşünürəm ki, 50 buradan olar hadisə. 30-dan 45-ə qədər fikirləşək. 30-dan 45-ə qədər. Görüm neçə nəfər var? 1 nəfər var 30 bal yığan. Başqa varmı burada? Təbii ki, azdır deyə qiymət. Ona görə bu da ortalama ona uyğun qiymət seçib. Yəni özündən boşuna gedib 45-ə qədər yazmayıb. Çünki görür ki, bir dənə elə 30-dan 40-a qədər var da, başqa o qədər böyük bir qiymət yoxdur. 45-i götürməyəcək, bu qalsın kənarda. Bu lazım deyil. Bunu qəbul eləməyib. İndi burada qəbul eləməyib ki, biz də götürməyəcəyik. Olur onda 1 nəfər. İndi 60 neçədir buradan? 60 neçədən 100-ə qədər. 60 neçədən 100-ə qədər. İndi bir-bir baxırıq. 60 neçədən birinci 80-ə qədər interval götürüb. 60 neçədən 80-ə qədər harısı 2 nəfərdir. 60 neçədən 80-ə qədər. Deyək ki, 65-dir məsələn. 1, 2, 67, 80 var burada başqa. 67, 76 da var. Amma bu. İndi 65, bura 70 olsa, bura 70 olsa. Ardasa təqribi ya 64-dür, ya 65-dir. Çünki konkret intervalı burada görə bilmirik. Bu özünə uyğun olaraq hesablayır da, belə deyək. İndi bir dənə ortalama çəksək, burada olsaydı mən də dərəcə hesablayardıq.
Təqribi buradan bura qədər, buradan bura qədər, buradan bura, buradan bura. 4 dənə parçaya ayırsaq 1, 2, 3, 4 dənə parçaya ayırsaq 70. 70 təxmin düşsün bura. 70 buralara düşsə, hardasa belə deyək, ya buralara, ya biraz sağa düşsə 65, 66 falan olacaq. Həmin başlanğıc yer. İndi burada cihaz xətası da var da, fizikadan keçmiş cihaz xətası, müəyyən bir rəqəm sağa sola məsələlər də var. Ona görə bəzən intervalda belə məsələlər ola bilir. 65-dən böyük qiymət götürək məsəl üçün. 65-dən böyük qiymət 67 var, 76 var, 76 var. Başqa belə fərqli bir qiymət yoxdur bu formada. Bu formada 80-ə qədər. İndi 80-lə hardasa bura qədər getsə 90-a qədər 5 dənə yazıb. 80-dən 90-a qədər. Bir dənə baxaq. 90, 1, 2, 3, 4, 1, 2, 3, 4 dənə 90 var. 4 dənə 90 var. 4 dənə 90. Başqa. 83 var bir dənə. 83, 1, 2, 3, 4 dənə 90. 83, 4 dənə 90. Başqa nə var? Başqa yoxdur. Olur 5 dənə. 5 dənə onda buradan gəlir. Qalan 90-dan da harası 100-ə qədər də 3 dənə deyib bizə. 90-dan 100-ə qədər. 90. 90 götürmüş yonsuz da intervalı. 90 neçədən 100-ə qədər götürəcək. 91-dən 100-ə qədər. 100 neçədəndir? 3 dənə. Başqa 90 neçə varmı burada? Yoxdur. 90-ları digərini yazdı. 100-lər də 3 dənədir. Bu formada payladı. Biz bunu əslində ağıllı formada istifadə edə bilərik. Müəyyən qiymətlərin hansı intervalda neçə dəfə təkrar olunduğunu, hansı intervalda daha çox qiymətin yazıldığı. Məsəl üçün, buradan açıq-aşkar görə bilirik ki, şagirdlər ən çox neçə bal toplayıb. Şagirdlər ən çox 80 neçə intervalı ilə, məsəl üçün 85 intervalı ilə 90 arasında qiymət toplayıb. Ən çox 85-90 arasında bir interval toplayıb. Yox 80-90 arasında bir interval toplayıb. Bu da statistik hesablamalar üçün istifadə olunan dəyərdir ki, biz proqramlarımızda geniş şəkildə istifadə eləyirik. Və effektivdir. Çox effektivdir bu formatda. Sonra keçid edək digər məsələyə. Burada fərqli formatlar ola bilər təbii ki. Hətta bunun gələn bir NumPy ilə də yazım mən. Məsəl üçün, sensor tərəfindən ölçülmüş temperaturların hansı aralıqda daha çox təkrarlandığını göstərən proqram istəyir. Məsəl üçün, müəyyən bir sensor fikirləşin. O sensor olsun, sizin evinizdə olan müəyyən bir cihaz olsun. Temperaturu ölçən bir sensor. Və temperaturu ölçən sensor nədir? Ətraf mühitdən ötürülən həmin o dərəcələri, məsəl üçün, hərarət üçün, istilik üçün olan sensor, ətrafdan ötürülən istiliyi ölçəcək. Məsələn, evinizdə saat 1-də 30 dərəcə istilik var. Saat 2-də nə qədər oldu? Məsələn deyirəm. Saat 2-də oldu 36 dərəcə istilik. Saat 3-də 34 dərəcə istilik. Bu formatları, bu məsələləri hesablayan da bir sensordur. İndi biz belə eləyək. Bir dənə sensorun qiymətlərini hesablayaq. Amma burada random olaraq qiymətləri hesablayacağım. Random olaraq hesablayıramsa NumPy-dən istifadə edə bilərəm. Import NumPy as MP əlavə edilir. Çünki sürətli hesablama da lazımdır bizə. İndi belə deyirəm. Temperatur adlı bir dəyişən yaradıram burada. Temperatura nə ötürəcəm? Temperatura deyəcəm MP nöqtə random nöqtə normal və buradan mötərizə açıram. Deyirəm 25,3,500 məsəl üçün. Bu formatda bir qiymət əlavə edirəm. Hətta gəlin bir dəfə bunu çapa da verək. Print temperaturu çapa verək. Bir dəfə belə çapa verim. Görün sizə nə verəcək. Run eləyirəm. Gözləyirəm nəticəni. Böyük ehtimal bunu istəyir ki, bağlayım sonra. Baxın, sensorun bizə təxmini qiymətlərini dedi. Yəni 500 dənə qiymət. 500 dənədir, nə qədərdir? 500 dənə qiymət olmalıdır da. Çünki 25-500 aralığında demişəm ki,
müəyyən qiymətləri bizim üçün tapsın. Gördüyünüz kimi. Bu formatda bir sensorun müəyyən hesablaması olsun. Məsələn, temperatur sensorudur. Müəyyən saatda 22.9 dərəcə istilik olur. Sonra 25.5 dərəcə. Məsələn, sutka ərzində 500 dəfə temperatura aid bizə müəyyən vaxt aralığı ilə məlumat verir. Məsələn, 10 saata qoymuşuq, 10 saat ərzində 500 dəfə bizə məlumat verir. Evin temperaturu haqqında. Hər dəfədə indi orada vaxt bölüşdürür. Bəlkə 3 dəqiqə düşür, 5 dəqiqə düşür, 10 dəqiqə düşür. Nə qədər düşə bilər? İndi biz nə qədər vaxt qoymuşuqsa, ona uyğun hər dəfə hesablamalar aparılır. İndi burada random olaraq əlavə eləmişik deyə qiymətlər arasında biraz fantastik fərqlər də ola bilər. 28 dərəcədən 15 dərəcəyə birdən-birə düşmək təbii ki, belə də yaxşı olmaz, amma yenə də 25 dərəcədən yox, daha sonra 25 dərəcədən düşəcək. 28-dən yox, 25-dən. 25 sonra 15 gəlir. 25-dən 15-ə düşmək biraz fantastikdir. Amma təbii ki, burada random olaraq hesablandığına görə bu belədir. İndi bu kimi əməliyyatı biz yenə histoqram vasitəsilə verə bilərik. Yəni aralığı histoqram vasitəsilə göstərə bilərik. Birinci print temperaturu eləyəcəm. Görək ekranda da temperaturu da print eləyə görək. Bir də bunun histoqramı da quraq. İndi aşağıda histoqramı belə qura bilərəm. plt.histogram temperatur bu formatda olacaq. Və yazıram ki, plt.title temperatur məsələn paylanması deyək. Temperatur paylanması. Çünki müəyyən bir aralıq üzrə paylanma əməliyyatı aparır. plt.xlabel yazaq bura temperatur. Bir dənə də y-label götürək. Bu oxa da yazar nə? Məsələn, ölçü sayı. Yaxud dərə. Ölçü sayı deyirəm. Ölçü sayı. Yəni aralıqlar götürəcəkdir o format. plt.show edək. Hazırsa run eləyə bilərik proqramı. Bundan birdən istifadə edirik kombinasiya şəkildə. Matplotlabın kombinasiya şəkildə bizə nə qədər temperatur olacaq onları da hesablayacaq. Run eləyib gözləyirik nəticəni. Hazırdır. Baxın, bu sizin 500 dənə elementiniz. Yəni sensorun ölçdüyü elementlərdir 500 dənə. Bu da sizin aralığınız. Deməli, ən çox temperatur, təqribi bunu oxla belə göstərsək neçə olar? Buradan bunu təxmini mən aşağıya aparsam belə bir qiymət 25 dərəcə ilə hardasa buralara düşür də. Bura ilə bura düşür hardasa. 25-dən 27.5-dən də sol tərəfdədir. Yəni 22.5, 20, 22.5, sonra 25, 25, biraz qiymətlər fərqlidir. Bir dəqiqə 20, 22.5, 25, nə 2.5, 2.5 artır da belə deyək. 2.5, 2.5 artır. Belə artsa belə. Orada təqribi qiymət necədir? 2.5, yəni 1,25 deyək. 1,25. 25, 1,25. Hardasa 26,25 kimi götürək. 26,25. Təqribi deyirəm. Bəlkə biraz çoxdur, bəlkə biraz azdır. Ola bilər bəlkə 26,4-dür. Çünki bunun ortalama ən çox olanları bir çərçivəyə alıb hesablayıblar. Yəni mən deyirəm, məsəl üçün 26,25 nədir? Təbii ki, bunu yəni Pythondan kod yazaraq dəqiq də bilmək olar, statistikalar almaq var, belədir. Ən çox onda bizə temperatur harda rast gəlinir? 25 ilə 26,25 aralığında. 25 ilə 26,25 aralığında neçə dəfə temperatura rast gəlinir? Təqribi olaraq 120 də deyil, 120-dən aşağıdır. 180, 100, 110 neçədir, belə deyək də, 110 neçə olur. 110 neçədir. Bəlkə 115 dənə bəlkə də, ya 115 dənə. Çünki burada 120-yə də çatmır, 100-dən də çoxdur, 90-dan da çoxdur. 90 buralarda olmalıdır, o buralarda. 90 buralardaysa 100 neçədir? 90 yox da olsa 110. 110 buralardadırsa bu 110 neçədir?
110 neçə? Ya ki 115. Elə 115 olacaq təxminən olaraq. Biraz oxu belə çəkdim mən. Normalda oxuda bura düşmədi bura. Biraz burada sıçan oynayır. Amma belə baxanda bura düşür. Biraz düz gətirsək belə düz gətirsək buralara düşür. 115 deyək. Deməli 25 ilə 26 tam %25 arasında 115 dəfə bizdə temperatura rast gəlindi. Bu formada intervalımızı qurduq. Hər bir intervalları da bu şəkildə quracaq. Ona uyğun riyazi kodlar vasitəsilə ortalama statistikalara əsasən intervalları bizə göstərir. Bu şəkildə proqramlar da ev tapşırıqlarınıza əlavə edəcəm. Yazarsınız. Maraqlı tipdə proqramlar olacaq. Sonra keçək biz digər məsələlərə. Demək olar ki, bir 4-5 dənə əsas hissə qaldı. Onlara da baxaq, sonra yekunlaşdırarıq. Gələk indi nəyə? Nəyə baxaq? Save fiqura baxaq. Save fiqur nədir? Save fiqur, məsəl üçün, siz qrafiki şəkil kimi yadda saxlamaq üçün. Müəyyən bir qrafik qurdunuz. Belə diaqram qurdunuz. Bunu şəkil kimi yaddaşda saxlamaq istəyirsiniz. Baxın, çox yaxşı bir şeydir. Həm bunu qurursunuz, həm də bunu şəkil kimi yaddaşda saxlayırsınız. Kompüterin yaddaşında. Bu da çox effektiv, lazımi məsələlərdən biridir. Necə qurarıq? Bir dənə sadə birini yazıram. X bərabərdir. Hətta burada xətti qrafik yazıram mən. Xətti qrafik kimi qurun. X bərabərdir. Buraya elementlər verirəm. 1, 2, 3. Düzdürmü? İndi yazıram Y bərabərdir. 10, 20, 30 deyə. Normalda gəlib belə yazılır. plt.plot və Y siyahları plt. İndi buraya yazırıq ki, save figur. Bax, save yazan kimi gəlir onsuz. Buna bir dənə ad verək. Əvvəlcə bir dəfə bunu yazmayayım mən. Bir dənə bunu saxlayayım. Adi qaydada run eləyim proqramı. Görəsiniz ki, necə bir figur alınacaq. Hə, show eləməmişəm ona görə. plt.show deyir. Belə bir dənə artan interval götürdü. Çünki 1-ə 10 qiyməti, 2-yə 20, 3-ə 30 qiyməti alıb. Ona görə belə artan interval götürdü və aralıqlar da standart getdiyinə görə də ortalama aralıqlar da çıxartdı. Məsələn, 1,75-ə 15 oldu falan filan. Bu şəkildə. İndi bunu bəs şəkil kimi yadda saxlamaq üçün nə lazımdır? Birinci növdə plt show-u silirik. Yazırıq plt.save figur. İndi burada mötərizə açsaq. Mötərizənin içində dırnaq. Və burada hər hansısa bir ad veririk bu şəklə. Məsəl üçün, şəklin adı olsun nə? Test mat figur deyirəm adına. Nöqtə şəklə genişlənmə verirəm. Şəkli mən PNG formatında saxlayıram. PNG. İndi bunu run eləyirik. Gözləyirik. Aha, burada bizə bir dənə xəta verdi. Nə gözlə? Taparıq indi bunun xətasını. Bir dəqiqə. Deməli, file name və plus B. Permission əmniyyət. Permission error verdi bizə. Permission error. Bir dənə başqa bir adı verin buna. Məsələn, grafik PNG. Aha, yenə permission error verdi. Onda bunu bir dənə düzəltmək lazımdır. Necə yaza bilərik onda? Permission error normalda icazə error da permission error. Sadəcə bu niyə verə bilər ki? Erno 13. Erno 13. Yadıma düşdü. File bu qovluğa nəsə yazmağa, yəni Python-a icazə vermir. Yəni Python həmin qovluğa fayl yazmağa icazə ala bilmir deyə bu erroru bizə verir.
Ee, burada icazə ala bilmirsə, biz onda necə yaza bilərik? Necə yaza bilərik? Gəlin belə eləyək. İcazə ala bilmirsə, yəni kilitli də qovluq Python'un buna girişi məhduddur. Onda biz belə eləyə bilərik. Ya burada fərqli bir təhlükəsiz yazma üsulu lazımdır bizə. Ya da bir dənə tam yolda yazarıq. Necə tam yolda yazırıq? Məsələn, mən bu faylı kompüterə necə yazmaq istəyirəm? Gəlin bura, download'a daxil olun. Download'a yazın bu faylı. Bax bura. Download'a yazın. Onda bir dənə buradakı yol var ha. Mənə buradan bir dənə yol lazımdır. Bir dənə yol kopyalayım. İstənilən bir dənə fayla daxil oluram. Proportion'a daxil olaq. Görək bu üsul bizdə alınacaq yoxsa yox. Buradan bizim hissəmizdən belə götürə bilərik. Belə də götürə bilərik. Gəlin elə belə götürək. Buradan bir dənə kopyalayaq. Location'ı. Gələk indi bura. Bu location'ı bura yapışdırdım. Save diski users asıl of download nöqtəsinə gəldik. Burada ola bilsin slashlərə görə bizə xəta verəcək. Slashlər belə sağa meyilli olmalıdır normal. Düzəldərik. Onda problem yoxdur. İndi buraları bir dənə bağlayın. WhatsApp falan hər şeyi bağlayın. Bunlar lazım deyil. Çünki bəzi məsələlər gözdən qaçıb açıq olanda da ona görə error verə bilər. Permission error verə bilər bəzən. Deməli, mən qovluğu yazmaq istəyirəm download hissəsinə. Və indi buna bir dənə ad verəcəm. Bir dənə belə slash bura. Adı nə olsun məsəl üçün? Adı olsun belə yazıram. YYY QQQ.png elə bir ad verim ki, kompüterdə olmasın da. Yenə run eləyək. Görək bizə nə verir. Sintaksis error. Sintaksis error slashlərə görədir. Orada slashlər belədir, amma normalda belə yazılmalıdır. Bu HTML-da da işləmişsinizsə bilirsiniz bu ehtimal ki, müəyyən bir faylı kompüterdən götürüb saytda əlavə eləmək istəyəndə slashlər sağa meyilli qurulmalıdır. Run eləyək. İşləyir. Görək. Axtarır və böyük ehtimal ki yazıldı. Bir dənə baxaq. Aha, hazırdır. Bu da bizim faylımız. Ha, bir dəqiqə. Bu hansı fayldır? Yox, başqa fayldır. Budur. YY3. Bu fayl. İndi gələ bir dənə bunun üstünə. Adı belə idi. YY3 idi. Bunu bir dənə buradan açaq. Belə şəkil kimi. Vəsə. Gördüyünüz kimi. Bayaqki qrafik indi şəkil formatında bizim kompüterin yaddaşına yazıldı. Təbii ki, burada siz bunları tək kompüterin yaddaşına yazmayacaqsınız. İstəyirsiniz kiməsə ötürə bilərsiniz, kimisə mailinə ötürərsiniz, nə bilim, kimisə şəxsi hesabına ötürərsiniz, WhatsApp-na ötürərsiniz və bunu neçə ötürərsiniz? Elə Python-un üzərində ötürərsiniz. Təbii ki, proqramlaşdırma ilə ötürmək olar. Düzgün kodlar yazıldığı halda istənilən bir qrafik uyğulananda onu elə o formada saxlamağa ehtiyac yoxdur. Eyni keyfiyyətdə, eyni formatda birbaşa transfer etmək olar qarşıda. Buna bunun sadə bir dənə simulyasiyası, senaryosu idi bu şəkildə. İndi fərqli bir format yazıb. Məsəl üçün, mən belə bir qrafik qurmaq istəyirəm. Bu dəfə qiymətləri dəyişirəm. Qiymətlər olsun 100, 50, 70, 99, 11 məsələn. Neçə dənə verdim? 5 dənə verdim. Burada qiymətlər verim. 4, 5 şəklində. İndi bunun adını fərqli qoyacağam. Adı olsun, məsəl üçün, GJJKKK. Run edən proqramımı gözləyirəm. Hazırda işləyir. Bax, hazırdır. Yazıldı. İndi daxil olaq. Biz həmin hissəyə. Bir dəfə ekranı yeniləyək. JJKKK gəldi bura. İndi bunu da yenə eyni qaydada açaq. Gördüyünüz kimi bu qrafik də kompüterimizin istənilən dediyimiz nöqtəsinə düşmüş olacaq. Yəni belə yazanda artıq icazə erroru olmayacaq. Permission errorunu aradan qaldırır.
şəkildə də biz həm error gördük, həm də erroru necə aradan qaldıra bilərik, daha təhlükəsiz yolla aradan qaldıra bilərik. Onu da öyrənmiş olduq. Burada istəyirsiniz bar chartlar olsun, sütunlu qrafik olsun, diaqram olsun, pay chartlar olsun. Məsəl üçün belə pizza şəkilli qrafiklər, diaqramlar olsun. Fərqi yoxdur. Histoqram olsun, sketlər olsun, heç bir fərqi yoxdur. Hər birini biz bu formatla save figur vasitəsilə, save figur metodu vasitəsilə kompüterin yaddaşına şəkil kimi və yaxud fərqli bir fayl genişlənməsi kimi saxlaya bilərik. Sonra başqa burada fərqli bir üsul da var. Onu da istəyirəm göstərim sizə. O da var. Bilmirəm indi işləyəcək burada yoxsa yox. Import operation system. Biz bu operation sistemindən harda işləmişdik? Bir dəfə işləmişdik ya. Yazıda gəlir. Layihə var idi. Dedik ki, əgər fayl, hətta Excel faylı idi. Excel faylın üzərində əməliyyat aparırdı. Orada məlumatlar Excel-ə transfer olacaqdı. Sonra əgər əməliyyat sistemində varsa həmin fayl tanısın. Yoxsa onda faylı sıfırdan qur və üstündə düzəlişləri apar. Şəklində bir layihə idi. Hər dəfə Excel faylını orada qaldığı müddətcə proqramı yeniləsək də, açsaq da, Visual Studio'da bağlasaq da, yenə başlatsaq da, biz hər dəfə dəyişiklik aparanda o fayl üzərində dəyişiklik olur. Yəni silinmirdi yaddaşdan. Bir növ Excel faylını server kimi istifadə etmişdik. İndi burada mən başqa qiymətlər deyirəm. Məsəl üçün A hərfi deyim, 5 dənə demişəm də. B hərfi deyim. Görün bu formatda biz ötürə bilərik, yoxsa yox. Operation sistemi istifadə edək burada. D deyək, bir dənə deyək, Y deyək. Yəni operation sistemi necə istifadə edirik? PLT plot x, y dedik. Artıq bunu silirəm. Bunu silirəm. Belə yazıram. Yazıram, məsəl üçün yol deyə, path bərabərdir. Operation system point path. Bu path isə artıq bunun metodudur da, yəni. O path deyil. Bu path yol olaraq bildirir, dəyişən olaraq istifadə edirsiniz. İstəyirsiniz bura başqa bir ad yazın, A yazın, B yazın, fərqi yoxdur. Amma buradakı operation sistemdən sonra hissə sözü yazılmalıdır. Hissə yolu doğrusu. Yol yox, hissə. Deyirik ki, sonra birləşdir, join ilə. Nəyi birləşdir bura? Operation system nöqtə get s v d. Tam açıq mötərizə, vergül. İndi bura müəyyən bir ad deyirik. Məsəl üçün, adını belə qoyuram. rrr.ttt nöqtə png formatlı bir fayl var. Və aşağı düşürük. İndi bu şəkli biz yaddaşa vurmaq istəyirik. Yazıram plt.save figur. Yəni save figur təbii ki olmalıdır. Yəni yaddaşda saxlamaq istəyirəmsə. Fərz, hissə. DPI qoyun məsəl üçün nə qədər? DPI olsun məsəl üçün 300 olsun. Ölçü olaraq. Bir dənə də bunu qoyaq. BBOX olmalıdır, səhv eləmirəmsə. Inch S bərabərdir. Burada bir növ elə bir qiymət qoyaq. Məsəl üçün biri bildiyim Knight var. Knight'dan istifadə edə bilərik. Knight. Belə yazılmalıydı. Yox, HT yazılmalıdır. Bu formada saxlamaq olar. İndi bir daha run eləyək proqramımızı. Gözləyək, gör necə bir format alınacaq. Burada da permission error verir. Maraqlıdır. Burada da permission error verir. Permission error olmaması üçün nə eləmək olar? Burada permission error olmaması üçün istəyirəm bunu göstərim sizə. Heç nə, permission error olmaması üçün. Biz onda belə bir forma yaza bilərik. Folder qura bilərəm bir dənə burada. Qovluq. O bayaq qovluq yazmışdım, yolunu göstərmişdim. Demişdim ki, C diskinə daxil ol, orada
Asadov, oradan həm download, faylın adı falan filan. Slashlərlə yazmışdıq bayaq. Onun bir növ formatını burada da yazıram. Məncə alınmalıdır. Yazıram folder bərabərdir. Operation sistemin hissələri nöqtə expand user. Buradan bir dənə belə bir forma yazın. Dırnaq yazın. Yəni hissələri gördükcə ayır. Yəni qovluqlar arasında keçid elə. İcazə bir növ buna da problem yaradır. Çünki diskin digər qovluqları arasında keçid eləyə bilmir. Çünki bir faylı yaddaşa yazanda görürsünüz C diskinə daxil olmalıdır kompüterin. C diskinə müraciət etməlidir. C diskindən yazılacaq qovluğa müraciət etməlidir. Orada yeni qovluq var, ora müraciət etməlidir. Yenə ola bilsin qovluq var, ora müraciət edib sonra yazır. İndi burada iyerarxikdə üsul bir-birlərinin asılıdır. Ona görə biz bacardığımız qədər normal üsulla getməliyik. Onda bunu belə yazsaq nə lazım? Yəni operation system path join deyirəm əməliyyat sisteminin hissələri ilə birləşdir folder'ı, yəni qovluqları. Folder yazın bura və adda olsun bu şəkildə file, digərləri də qalsın bura. Belə bu halda error verir, yoxsa onlar. File not found error verdi. Onda. Fərqli bir formada eləmək olar. Onu da yoxlayacağım. Sadəcə burada bu erroru istəyirəm düzəldim. File not found erroru necə düzəltmək olar? Deməli, no such file or directory. Onda biz bura nə yaza bilərik? Məsələn, təhlükəsiz bir dənə folder yaratmalıyıq. Yəni bir dənə qovluq yaratmalıyıq. Həmin qovluqda olmalıdır. Məsələn, qovluğun adını belə qoyaq. Qovluğun adı olsun. Outputdan falan deyə bilərəm. Məsələn, çıxış qovluğu. Məsələn, kompüterdə belə bir ad qoymamışdım mən. Ona belə bir hissə yazaq. Görün bir dəfə alınacaqmı? Oldu. Bura qalsın. Operation system join folder falan filan. Bunlar qalsın, belə bir şey yazaq. Operation system M-lə bizim bu idi. Make dirs folder virgül exit OK exit underline OK bərabərdir true olaraq bir əməliyyat verirəm. Buradakı digər məsələləri silib yazıram bir dənə patch hissə. Belə də görək nə verəcək. Bu qovluğu da bağlayayım buradan. Nəysə açıq qalmasın arxa planda. Diskə yaxşı yaza bilsin. O da problem verə bilir. Yenə permission error verir burada. Maraqlıdır. Bir dənə də yoxlayayım. Alınmasa buna özüm də baxaram. Görəm. Nəsə mənim də gözümdən qaçan bir şey var. Operation sistemdən də istəyirdim yazayım. Onu göstərim sizə. Ola bilsin mənim də gözümdən nəsə qaçıb. Burada. Okey, bunları saxlayaq. Yazdı kompüterin yaddaşına. Bir dəqiqə deyəsən yazdı. Yoxsa yazmadı. Deyəsən yazmadı. Başqa bir dənə ad qoyamam. Yenə permission error verir. Yəni burada bizdən icazə erroru verir. Maraqlıdır. Belə bir error verməyi həqiqətən maraqlıdır. Windows Server 5. Baxaram buna. Görüm nə idi bunda problem. Amma digər üsulla da dediyimiz kimi alındı. O birbaşa qovluğu yazdıq. Hansısa sadə gəlsə onunla da işləyə bilərsiniz. Amma operation sistemlə işləmək də lazımdır. Gələcəkdə IT sahəsi üçün çox effektivdir həmin üsul. Ona görə onun yenə baxaram ki, səhvim haradaydı evdə əlavə edən. Onu da izah edərəm. Digər layihələr içərisində izah edərəm. Deməli bizdə başqa nə qaldı? Baxdıq. Buna da baxdıq. Fərqli.
Məsələn, bir dənə pəncərədə birdən çox qrafik də yaratmaq olar. Bir dənə buna da baxaq son olaraq, sonra yekunlaşdırarıq dərsimizi. Məsəl üçün, bizim bir dənə pəncərəmiz açıldı da, belə bir dənə kvadrat pəncərə açıldı. Orada bir dənə qrafik var idi. Biz istəsək birdən çox qrafik də yarada bilərik. Necə yarada bilərəm? Bunu subplotla yaradıram. Sub nədir? Alt deməkdir. Yəni alt plotlardan istifadə edərək, alt qrafiklərdən istifadə edərək biz bunu yarada bilərik. Necə bir formada olacaq? Yazıram plt point subplot 1 2 1. Məsələn yazdım belə. Sonra plt.plot məsələn biri belə olsun. İndi burada nə yazmaq istəyirəm? Siyahıda olsun məsələn 1 2 3 nöqtələri. O biri siyahıya nə verim? O biri siyahıda olsun 4 5 6 nöqtələri. Məsələn. Yenə indi bir dənə də biz qrafik yaradacağam deyə subplot. Burada da olsun məsələn 1 2 2 nöqtələri. İndi özünüz də görəcəksiniz o qiymətləri harda istifadə olunur. Plt nöqtə yazın bura plot. Bir dənə siyahı. 1 2 3 nöqtələri. Və buraya əlavə ilə əlavədən 6 5 4 nöqtə. Sonra heç nə. Plt bir flow. Sifariş edəyəm. Mən run eləyəm bu proqramı. Görə bizə nə qaytaracaq. Bax gördüyünüz kimi belə bir tipdə birdən çox qrafiklər də yarada bilərik. Təbii ki, bunu müxtəlif kombinasiyalarla yarada bilərsiniz. Birdən çox qrafik və qrafiklər arasında əlaqələri tutuşdurduq ki, məsəl üçün baxın 4-dən 6-ya qədər, 4-dən 6-ya qədər. Bu bir qrafikin göstəriciləri, bu ikinci qrafikin göstəriciləri. Ona görə belə çarpaz formada ediməklər getdim. Tərsinə formada. Ki, bizə bu qiymətləri qaytarılmış olsun. Belə güzgü effekti ilə oldu da. Ona görə birinə 4 5 6 yazdım, digərinə 6 5 4 yazdım. O sütunlar, sətirlər isə sabit qaldı. 1 2 3-lər sabit qaldı. Sütunları dəyişdim. 4 5 6 6 5 4. O da bizə bu güzgü effektini verməyə kömək edir ki, elementlərin statistik forması bu şəkildə göstərmiş olacaq. Subplot da bizdə birdən çox qrafiki eyni anda göstərməyə kömək edir. Və bizim sonuncu qrafikimizdir. Kodları göndərəcəm sizə. Evdə baxarsınız. Eyni qaydada tapşırıqları da yönləndirərəm. Video izahla bərabər. İnşallah bizim bazar günü dərsimiz olacaqdır. Bazar günü qoşularıq, keçərik. Əgər uyğun olsa səhər saatlarda qoşularıq, problem deyil. Daha yaxşı olar. Olmasa axşam saatları. Necə rahat, xəbərləşərik. Səhər saatları olsa sizə alınar ümumiyyətlə. Neçənci gün dediniz? Bazar günü. Bazar. Hı. Bazar axşam saatları alınır bəli. Səhər bəs alınmaz. Səhər də alınır belə baxanda. Yaxşı, ondan onu xəbərləşərik. Sabah məsləhətləşərik. Alınsa səhər qoşularıq, alınmasa axşam qoşularıq. Ona görə. Oldu onda. Hər hansısa bir sualınız varmı bu kitabxana ilə bağlı, dərslə bağlı? Sən də Şahin? Deyəsən mikrofonda problem var.